Bəli. Neçəylə çıxır bura satışa? Qiyməti qarajın içində deyəcəm. Amma bu proyektdən deməli biri hazır olmamış satıldı. İndi avtomobili qaraja salardıq. İndi səbəbini deyəcəm. Bura masazırdı. O marşrut da ən azından sağ ol qardaş. Çəkiliş edirəm. Birazdan baxa bilərsiniz. 70 metr məsafədə. Buranı usta təzə vurub. Ona görə də maşını salmadıq. Rahat şəkildə istəyir cip, istəyir sedan, rahat şəkildə avtomobil daxil olur. Altı qaraj, burada əlavə olaraq mətbəx kimi verilib. Deməli, dəyərli izləyicilər, baxın orada kombi xətləri, pəncərələri falan var, havalanma üçün yaxşıdır. Beton rigellər mərtəbələrin arasında. Burada əlavə hamam sanuzeli var. Deməli, burada da kladovka üçün yer saxlanılıb. Qardaş eləyib ki, içkiyə yol verməyib. Tikilişinə də baxa bilərsiniz. Burada da kombi xətləri, suyun, isti soyuq suyun xətləri, kanalizasiya xətti, trapezada hamısı qoyulub ki, kim istəsə təmir eləyər, əlavə hamam sanuzel kimi. Masazır, evin də torpağında kupçası var, burada da trapa atılıb. Mərkəzi kanalizasiya sistemi var burada, deməli, bütün traplarda qoşulub ora. Sənəd paket kupçadır, birbaşa qeydiyyata düşür. Qiyməti 68.000 manatdır. Kombi xətlərinə qədər çəkilib. Buralıq istipoldur, hörmətli izləyicilər. Deməli, bura masazırdır. 6 nömrəli məktəbdən aşağıda 5 aksesuarlar qoyulacaq hamısı. Güzgüsünə qədər falan hamısı. 569 nömrəli marşrutdan deməli 50-60 metr məsafədə tikintisini falan göstərirəm sizə hər tərəfli. Qəşəng keyfiyyətlə tikilib. Üstündə bütün divarların üstündən kəməri də atılıb. Çornopol. Bax, Çornopola gəlib baxa bilərsiniz. Bura necədirsə, yuxarıda elə Çornopoldur. Deməli, bura bir dənə mətbəx studiya, fərqli proyektdir. Bütün kommunal xəttlər mətbəxə gətirilib, aspiratorun xətti çəkilib. Burada da qəşəng bir dənə kim necə istəyir istifadə eləyər, yəni yataq otağı, qonaq otağı qəşəng yerdir. 68.000 manatdır, Allahın köməyinə endirim olacaq. Dövlət ipotekasına da yararlıdır, sağ olun.